Qardaş, niyə görə öz müştərilərimə bu evi verməyim? Axı hər şey qaydasındadır, özü şəxsi tikilidir. Bir dənə bax çək. Bəh, bəh. Ev öz sözünü deyir. Bir dənə zəhmət olmasa bəyən işarəsini basın. Qiymət də münasib, tam mülkiyyət Vişnyovkada. Yəni istəyirəm ki, mənim müştərilərim qəşəng ev alsınlar, məndən də razı qalsınlar. Deməsinlər ki, bizə pis ev verin. Şəxsi tikili evimizdir ya, gəl bura. Ev əşyalı satılır. İçindən bir dənə aparaturalar götürəcək. Yəni bıtavay texnika hamısı götürüləcək. Giriş qapısıdır. 5 sot yarımdır. 5 sot yarımdır. Bura giriş qapısıdır. Bax burada da belə bir boş sahə. Bir dənə baseyni yoxdur. Yoxdur. Belə canın sağ olsun. Tikə də bilərsən, ala da bilərsən. Yəni heç bir problemi yoxdur. Əsas evimiz keyfiyyətli tikilib. Çək göstər, gör nə qəşəngdir. Evin iki tərəfdən girişi var. Bir əsas giriş qapısı, bir də bax o tərəfdə. Evin də təmiri belə superdir ya. Qiyməti 185 min. Endirim olacağım, yəni kosmik endirim xahiş edirəm, gözləmir. Telefonda qiymət söhbət eləmir. Gəl bura bir dənə bir şey göstərəcəm. Gəl bura. Bax bu mərmər, bax. Pəncərəsinə bax bir dənəsə. Bu traynoy stekla paketdir. 1, 2, 3 dənədir. Yəni bunu ancaq kim özü üçün ev tikib keyfiyyətli alıb bahalı materiallardan buraxıb pulu bura. Gəl. Bu ev sizdən gələsəz deyin ki, pəncərəsi traynoy stekla paketindən olan. Bax burada da nə istəsəz düzəldə bilərsiniz. Bura yay üçün mətbəx nəzərdə tutulmuşdur. Çünki xəttləri çəkilib. Burası mətbəxdir. Mətbəxdən də qapısı var. Bir sözlə də yəni qiymət münasibdir. Bir də xatırlam, kosmik endirim gözləməyin. Şəxsi tikili ev istəyən buyurun. Vişnyovkada, Albalıda, yəni Bilgəh tərəfdə olan, Ayda Parkda da öyle ha, Bilgəh tərəfdədir. Gəl. Bu xoşuma gəldi. Diagnostik o paket. Gəl. Bir dənə təmirinə baxaq. Tələsmə. Diqqətlə hamısına bax, təmiri əladır. Təmiri superdir ya. Bax, paltar çıxartmaq üçün girdiniz bura. Bütün ev istipoldur. Bir dənə baxaq. Bir dənə mətbəxinə baxaq. Gəl bura, mətbəxinə baxaq. Deməli, xaladenik, paltar yuyan, kondisioner, televizor. Qalan hamısı qalacaq. Gördüyünüz bura mətbəx, qonaq otağı, mətbəx, studiya. Bu da səhv eləmirəmsə belə açılır, bax, fikir verin. Görürüz. Stoleshnica. Burada hamısı ideal vəziyyətdədir. Gəl. Çıxdıq yenə giriş hissəsinə. Hamam tualeti ayrıdır. Bu hamamıdır. Normal ölçüdə bir dənə tavanını çəkməm. Afelini, metlaxını. Bura ayaq yolsudur. İkisi də ayrıdır. İstipoldur. Hamısı istipoldur. Keyfiyyətli laminat vurulubdur. Və yataq otaqlarının kladovkasını çəkək. Bir dənə kladovkaya bax. O qardaş, kladovkaya bax sən. Kladovkanın havalandırmasından tutmuş var, bax işləyir. Kladovkanın da yeri metlaxdı, istipoldur. Məncə bəyənilsin, ha? Yataq otağına baxaq. Nə qəşəng səliqəli yığıblar. Kökəlmişəm. Gəl, baxdıq bura. Kladovkamıza baxdıq. 3 dənə də yataq otağı. Bu detskidir, uşaq otağı. Və xudmani. Baxırsınız remontuna. Tərtəmizdir. Yəni dünən remont olunmayıb ha. Dünən remont olunmayıb. Amma ideal vəziyyətdədir. Bu otaqda yataq otağıdır. Amma ev sahibi yəni istifadə eləmirlər də bura artıq. Həm su balonları, divan artıq belə. Yataq otağıdır bura. 3 yataq otağımız, bir mətbəx studiya. Hardasa çöldən çölə 170-165 kvadrat metrdir. Kim alsa Allah xeyir versin, qardaş zənginizi gözləyirəm. Videonu bölüşməyi xahiş edirəm, unutmayın. Bəyən işarəsində düyməsini vurun. Gəlin, alın, xeyirli oturun.
Normal evdir, yəni yaxşı evdir. Bu qiymətə belə ev yoxdur açığı. İndi bazarda Vişnevkada yoxdur. Sağ ol.